Bəli, Nurayna, vurğuladığın kimi, hələ də qanunla qadağan olmağına baxmayaraq, cərimələr nəzərdə tutulmağına baxmayaraq, hələ də ictimai yerlərdə tütün məhsullarından istifadə edir bəzi şəxslər və təbii ki, belə olan halda həmin şəxsləri müəyyən bir məbləğdə cəza gözləyir və elə tütün məhsullarından istifadənin məhdudlaşdırılması haqqında qanuna əsasən bu addımlara atılır və daha əvvəl, məsələn, hər hansı bir şəxs tütün məhsulundan istifadə edib kötüyü yerə atırdısa, 50 manat məbləğində cərimə ödüyürdüsə nəticədə, indi artıq onun məbləği artırılıb 300 manat olub və hüquqi baxımdan həmin şəxslərə hansı cəzalar gözləyir? Bununla bağlı informasiyalara qonağım vəkil Turan Abdullahzadədən əldə edəcəyik. Xoş gördük, Turan bəy. Buyurun, siqaret çəkən şəxsləri və kötüyü yerə atan şəxsləri, qanuna uymayan şəxsləri hansı cəzalar gözləyir? Nə qədər məbləğdə cəza gözləyir? Sizdən eşitək. İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində qeyd olunmuşdur ki, tütün məmulatlarının istifadənin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulmuş qadağan olmuş yerlərdə tütün çəkilməsinə görə şəxslər 30 manat məbləğində cərimə edilir. Tütün çəkmək qadağandır yazısının və işarəsinin olmamasına görə müəssisə idarə təşkilatlarda vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə olunur. Yetkinlik yaşına çatmayan şəxsləri almaqla və yaxud da verməklə tütün məmulatlarının istifadə prosesinə cəlb edilməsinə görə şəxslər 100 manat məbləğində cərimə edilir. Qeyd etdiyiniz kimi tütün məmulatları tullantılarının ətraf müddət tullanmasına görə 300 manat məbləğində cərimə edilir. Bu əməllər təkrarən bir il ərzində edilərsə, şəxslər 700 manat məbləğində cərimə edir və yaxud da işin halları nəzərə alınmaqla həmin şəxslər barəsində 60 saatdan 100 saatədək istismar işlər tətbiq olunur. Vaqonlarda, yəni metropolitenda tütün çəkməyə görə şəxslər 40 manat məbləğində, 50 manat məbləğində, dəniz və çay nəqliyyatında tütün çəkməyə görə 40 manat məbləğində, hava nəqliyyatında, yəni təyyarədə tütün çəkməyə görə isə şəxslər 500 manat məbləğində cərimə edilir. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Təbii ki, indiki məqamda məhz elə bu addımın atılması, tütün məhsullarından istifadənin qadağan edilməsi, məhdudlaşdırılması ilə bağlı addımların atılması ekoloji baxımdan təmizliyə xidmət göstərir və paralel olaraq insanların sağlamlığının yaxşılaşdırılmasını hədəfləyir və bu baxımdan yəni onları bu istiqaməti zərərli olan tütündən çəkindirməyə yönəlib bu addımın atılması və təbii ki, qaydalara uymayan şəxslər də məhz elə sadalınan məbləğdə cəzanı ödəməyə sövq ediləcəklər. Çatıra biləcəklərimiz bu qədər. Yəni son günlərin ən çox diqqət çəkən məsələlərindən biri bu idi və təbii ki, bununla bağlı müraciətlər də yəni paylaşılırdı, sosial şəbəkələrdə də məlumatlar paylaşılırdı və elə ona da vəkil vasitəsilə aydınlıq gətirmiş olduq. Çatıra biləcəklərimiz bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik. Biz